Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natavan Camalzadə, kurikulum üzrə təlimçi hər birinizi salamlayıram. Bugünkü mövzumuz kurikulumdan olur təlim formaları. Yeni qaydaya əsasən izah edəcəm və izahdan əvvəl onu qeyd edim ki, siz bizim YouTube kanalımıza abunə olaraq gündəlik olaraq paylaşılan videolardan, izahlardan xəbərdar ola bilərsiniz. Həmçinin ekranda gördüyünüz nömrəyə yazaraq həm ödənişli, həm ödənişsiz dərslərimizdən faydalana bilərsiniz. Müəllimlər, təlimin 4 forması var. 4 forması var. Fərdi, cütlərlə, qrupla və bütün siniflə. Bunu kiçik yazım, yerləşsin. Bütün siniflə. Bunu siz kollektivlə də deyə bilərsiniz. Və bunların hər birinin tək-tək izahını verəcəm. 4 iş forması var. Buna kollektivlə də deyə bilərik. Hansılardır? Fərdi, cütlərlə, qrupla və kollektiv iş formaları, daha doğrusu təlim formaları. Müəllimlər, bu formaları biz dərslərdə reallaşdırırıq. Və biz bunu reallaşdırarkən, biz təlim forması seçərkən nəyi nəzərə almalıyıq? Bunu nəyə əsasən seçirik? Təbii ki, biz bunu seçirik dərsin alt standart uyğun olaraq, yəni dərsdə reallaşacaq alt standarta və yaxud dərsdən gözlənilən təlim nəticəsi. Biz təlim nəticəsinə uyğun olaraq, reallaşdıracağımız alt standarta uyğun olaraq bu 4 formadan birini seçə bilərik. Yəni gündəlik dərsdə biz təlim nəticəsinə uyğun, alt standarta uyğun təlim formaları, üsullar, resurslar, bunların hər birini biz təlim nəticəsinə uyğun olaraq seçirik. Həmçinin sinifdə şagirdlərin sayını da biz nəzərə almalıyıq. Yəni sinifdəki şagirdlərin sayı bütün təlim formalarından səmərəli istifadə etmək üçün nəzərə alınan bir meyardır. Bir də nəyi nəzərə alırıq? Şagird sayına da fikir verməliyik. Şagird sayı. Və bu təlim formalarından başlayırıq fərdi iş formasından. Müəllimlər, fərdi iş forması tətbiq olunarkən şagird adından göründüyü kimi bütün tapşırığı, bütün fəaliyyəti fərdi şəkildə olaraq həyata keçirir, yerinə yetirir. Fərdi iş zamanı şagirdlərin hər birinin tapşırığının yoxlanmasına, qiymətləndirilməsinə çox vaxt sərf olunur. Amma buna baxmayaraq, hər bir şagirdin bilik, bacarıq səviyyəsi daha rahat izləmək olur, daha dərindən izləmək olur. Fərdi iş şagirdlərə başqalarına arxayın olmadan öyrənmək qabiliyyəti formalaşdırır. Özü tək başına öyrənir. Özü tək tapşırığı icra edir və müəllim də şagirdləri tək şəkildə monitorinq edə bilir, izləyə bilir. Fərdi iş formasından müsbət cəhəti ondan ibarətdir ki, müəllim ayrı-ayrılıqda hər bir şagirdin inkişaf səviyyəsini izləyə bilir. Müəllim tərəfindən şagirdin zəif tərəflərini müəyyən etməyə imkan yaradır. Yəni biz hər bir şagirdlə tək-tək işlədiyimiz üçün kimin harda zəif tərəfi varsa, onu asan şəkildə müəyyən edə bilirik. Və buna uyğun olaraq da biz konstruktiv rəy verə bilirik. Şagird müstəqil öyrənir, öz tempində işləyir, düşünməsi üçün daha çox vaxt olur, real imkan yaranır düşünməsi üçün. Şagirddə özünə inam formalaşır. Çünki şagird özü tək işlədiyi üçün bunda həmçinin də metakognitiv bacarıq da formalaşır. Həmçinin şagird burada özünə inam formalaşır. Yaxşı yazarkən, yəni bunu rahat şəkildə yalnız tək özü icra etdiyi üçün bunda artıq sanki bir özgüvən də yaranır. Qiymətləndirmə apararkən hər bir şagird haqqında geniş, ətraflı məlumat verə bilirik və şagird də öz fəaliyyəti haqqında
geniş məlumata sahib olmuş olur. Şagird özünün güclü və zəif tərəfindən xəbərdar olur ki, bunda özünü qiymətləndirmə bacarığı formalaşdırır. Müəllim fərdi fərqlilikləri, diferensiallığı, şagird yönümlülüyü daha yaxşı icra edə bilir, daha həssas yanaşa bilir. Həmçinin də fərdi iş formasını sevən şagirdlər fərddaxili intellekt tipinə malik olan şagirdlər olur. Bir də ki, introvert şəxsiyyət tipində olan şagirdlərdir. Bu nə oldu? Fərdi iş formasının müsbət xüsusiyyətləri, əsas xüsusiyyətləri. Bu 4 iş formasının həm müsbət xüsusiyyətləri var, həm mənfi xüsusiyyətləri var. Bəs fərdi işin çatışmazlıqları nə ola bilər? Mənfi xüsusiyyətləri nə ola bilər? Müəllimlər, şagird sosiallaşa bilmir. Tək işlədiyi üçün əməkdaşlıq etmir, sosiallaşmır, qarşılıqlı ünsiyyət bacarığı inkişaf edir. Fərdi iş formasından istifadə edən müəllimin dərs yükü xeyli artır. Desəz ki, müəllim niyə xeyli artır? Ona görə xeyli artır ki, bu müəllim fərdi iş formasından istifadə edibsə, təbii ki, bu tək-tək bütün şagirdlərin tapşırıqlarına nəzarət edir, hər kəslə tək-tək əks əlaqə yaradır, hər kəslə qiymətləndirir, hər kəsə rəy verir, istiqamət verir. Yəni, bu da şagird sayı çox olan siniflərdə təbii ki, vaxt baxımından çox çətin olur. Şagird sayı az olduqda, bəli, bu iş formasından istifadə etmək bir qədər asan olur. Fərdi işi qiymətləndirən zaman həm müəllim tərəfindən qiymətləndirmə aparıla bilər, həm də özünü qiymətləndirmə ola bilər. Fərdi iş zamanı qarşılıqlı qiymətləndirmədən də istifadə oluna bilər. Belə ki, yoldaşlar hər hansı bir şagirdin fəaliyyətini qiymətləndirə bilərlər. Bu oldu bizim fərdi iş formamız. Sonra baxırıq cütlərlə iş formasına. Cütlərlə iş forması əsasən öyrənənlər cütlər şəklində olurlar. Birlikdə öyrənirlər. Adından göründüyü kimi cüt, iki şagirdin bir yerdə öyrənməsi. Və bu iş formasında müəllimlər, şagirdlər daha yaxından əməkdaşlıq edirlər. Daha yaxından ünsiyyətdə olurlar. Qarşılıqlı olaraq bir-birinin işini dəyərləndirirlər. Ünsiyyət qurmaq və məsuliyyət bölüşdürmək kimi bacarıqlar formalaşır. Cütlərlə iş formasının müsbət cəhəti nədir? Üstünlüyü nədən ibarətdir? Şagirdlər öz şagird yoldaşı ilə problemi birlikdə həll edirlər. Qarşılıqlı əlaqədə olurlar, qarşılıqlı fikir mübadiləsi aparırlar. Qrupla işlə müqayisədə, baxın, bu çox vacibdir müəllimlər, buna diqqət edirik. Qrupla işlə müqayisədə fərdi iş formasında şagirdlərdə daha çox ünsiyyət qurmaq imkanı olur. Nəyə görə? Desəz ki, müəllimlər, qrupda daha çox uşaq olur. Axı, cütlərdə 2 uşaq bir yerdə işləyirsə, qrupda daha çox uşaq olur. Nəyə görə cütlərdə daha çox ünsiyyətə yer verilir? Ona görə ki, fərz edək ki, bizim 8 dəqiqə vaxtımız var. Və 8 dəqiqə vaxt vermişik də bu tapşırığın icrası üçün. Və cütlərlə iş formasında 4 dəqiqə bir uşaq danışacaq, 4 dəqiqə bir uşaq danışacaq. Düzdürmü? Daha çox ünsiyyətə, daha çox müzakirəyə bunlar ikisi bir yerdə apardı. Bir də var ki, qruplarla iş formasıdır. Qrupda 4 şagird var, 8 dəqiqə vaxtım var. 4 şagirdin hərəsinə neçə dəqiqə vaxt düşür? 2 dəqiqə. Yəni, gördüyünüz kimi, qruplarla müqayisədə cütlərlə iş formasında hər bir şagirdin ünsiyyət qurması üçün daha çox imkan olur, daha çox zaman olur. Və çox vacib cümlə. Buna diqqət edirik. Və bu da gətirib çıxardır nəyə? Cütlərlə iş zamanı, cütlərdən iş zamanı. Empatiya yazıb, hissi daha çox formalaşır. Bir də deyirəm. Şagirdlərin bir-biri ilə ünsiyyətdə olması, əməkdaşlıq etməsi, daha çox zaman ayırdıqları üçün bir-birinə, cütlərlə iş zamanı empatiya hissi daha çox formalaşır. Şəxslərarası intellekt, ekstravert şəxsiyyət tipi üçün əlverişli təlim formalarından biridir. Şagirdlərin bir-birindən öyrənmə imkanı olur. Bu olur cütlərlə iş formasının müsbət cəhətləri. Bəs bunun mənfi cəhətləri nədir?
Şagirdlərin bir-biri ilə münasibəti yaxşı olmalıdır. Şagirdlər bir-biri ilə cütləşərkən, yəni biz cütlərə bölərkən şagirdləri ki, hərə öz cütü ilə işləsin, bu zaman biz diqqət eləməliyik ki, şagirdlərin bir-biri ilə münasibəti də müsbət olsun. Misal üçün, bir cütdəki iki şagirdin bir-biri ilə münasibəti, bunlar dərsdə indi uşaqdır da, bir-birinə danışdırmırlarsa və yaxud da bir-biri ilə nəsə bir inciklikləri varsa, təbii ki, bu cüt işi uğursuz olacaq. Bunlar bir yerdə əməkdaşlıq edə bilməyəcəklər, bunlar bir nəticəyə gələ bilməyəcəklər, ümumi rəy verə bilməyəcəklər bir-birinin işlərinə qarşı. Ona görə diqqət etmək lazımdır ki, şagirdlərin bir-birinə münasibəti də yaxşı olsun və şagirdin biri digərinin fikrini yayındırmasın. O zaman tapşırığın həllindən uzaqlaşacaqlar və tamamilə başqa bir şey haqqında danışa bilərlər. Bu da həmin işin uğursuz olmasına gətirib çıxara bilər. Cütlərlə iş zamanı biz təbii ki, qiymətləndirilməsi zamanı qiymətləndirmə meyarını əvvəlcədən təqdim edirik. Burada qarşılıqlı qiymətləndirmə də ola bilər, müəllim tərəfindən aparılan qiymətləndirmə də ola bilər. Növbəti iş formamız olacaqdır qruplarla iş forması. Qruplarla iş formasında müəllimlər, qruplarda şagirdin sayı 3-6 nəfər təşkil edə bilər. Təbii ki, bu ümumi sinifdəki uşaqların sayından asılı olaraq bu cür bölünmək olar şagirdləri qruplara. Qruplarla iş formasında digər iş forması kimi müsbət və mənfi cəhəti var. Müsbət cəhəti odur ki, şagirdlər arasında əməkdaşlıq və ünsiyyət bacarığı formalaşır. Fikir müxtəlifliyi olur. Məsələni, hər hansı bir problemi, hər hansı bir situasiyanı bir neçə nəfərlə müzakirə etmək bacarığı inkişaf edir şagirdlərdə. Bütün iştirakçılar işə cəlb olunur. Şagirdlərin fəallığı müşahidə olunur qruplarla iş formasında. Həmçinin qruplarla iş formasında şagirdlər komandada işləmə bacarığı formalaşır. Bu da şəxslər arası və introvert şəxsiyyət tipində malik olan şagirdlər üçün səmərəlidir. Fərqli fikirlər olur, fərqli kreativ düşüncələr ortaya qoyulur. Yəni, amma burada şagirdlərə vəzifə bölgüsünü aparması mütləqdir. Yəni, biz öncədən qrup qaydalarını tərtib etməliyik ki, şagirdin biri çox, biri az işləməsin. Və burada daha çox şagirdlər öz ideyalarını ortaya qoyurlar. Qrup işi mütləq şəkildə düzgün şəkildə idarə olunmalıdır. Əgər qrup işi düzgün idarə olunmarsa, burada münaqişə ola bilər, burada qeyri-bərabər iştirak ola bilər. Yəni, münaqişə odur ki, başqalarının fikrinə hörmət eləmirsən, başqalarının söylədiyi fikrə sən negativ münasibət bildirirsən. Qeyri-bərabər iştirak ola bilər ki, biri çox işləyə bilər, biri az işləyə bilər. Daha sonra şagirdlərin fərdi ehtiyacları qrupun ehtiyacı ilə üstə düşməyə bilər. Yəni, bunu nəzərə almaq lazımdır. Qrupdakılar bunu nəzərə almaya bilər. Biri 2 saniyə, 2 dəqiqə fikirləşib başa düşürsə, biri bunun üçün yəni bir 4-5 dəqiqə vaxt lazımdır. Ona görə bu şagirdlərin bu diferensiallığını da nəzərə almaq lazımdır. Qrup işində mütləq şəkildə qrup qaydaları olmalıdır. Bir-birini dinləmə mədəniyyəti olmalıdır. Bir-birinin fikrinə hörmət etmə mədəniyyəti olmalıdır. Yəni, əgər bunlar olmasa, qrupda işi uğursuz olacaqdır və həmçinin qrup işində səs-küy olması normaldır. Amma müəllimin monitoringi, müəllimin izləməsi vacibdir ki, görsün ki, bu səs-küy işgüzar səs-küydür, yoxsa xatik səs-küydür. Yəni, əgər işgüzar səs-küydürsə, bu təbii ki, normaldır. Burada müzakirə gedirsə, işgüzar səs-küydür. Yox, əgər xatik səs-küydürsə, təbii ki, bu dərsin pozulmasına, qrup işinin uğursuz alınmasına gətirib çıxaracaqdır. Və sonuncu növbəti iş formamız bütün siniflə iş forması və yaxud biz buna kollektivlə iş forması deyə bilərik ki, kollektivlə iş formasında da şagirdlər arasında müzakirə mədəniyyəti formalaşır. Dinləmə, qarşılıqlı hörmət formalaşır. Daha çox ideya, fikir, təkliflər olur. Çünki bütün sinif öz fikrini, öz münasibətini bildirir axı. Bütün siniflə iş formasının çatışmazlığı ondan ibarətdir ki, bəzi şagirdləri həmin müzakirəyə cəlb etməkdə biraz müəllim çətinlik çəkə bilər. Çünki uşaqlar utancaq ola bilər, özünə qapanan ola bilər, nəysə hər hansı bir fikri səhv deməkdən çəkinə bilər və ona görə də bu səssiz qalmağı seçə bilər. Həmçinin şagirdlərin bu diferensiallığı, müxtəlifliyi nəzərə almaq lazımdır ki, yəni müəllim şagirdlərinin ehtiyacını, öyrənmə tərzini, marağını, potensialını, intellekt tipinə uyğun olaraq fərqli üsullardan istifadə edərək bütün sinifdəki şagirdləri dərsə cəlb etməlidir. Və düzgün idarə olunmasa sinif,
qaydalar, prosedurlar düzgün şəkildə tərtib edilməsə, bütün siniflə, kollektivlə iş forması da uğursuz alına bilər və sinifdə xaotik səs-küy yarana bilər. Və kollektivlə işin qiymətləndirilməsi zamanında müəllim meyarları əvvəlcədən elan etməlidir və kollektiv üzvləri bilməlidir ki, hansı bilik bacarıq üzrə qiymətləndiriləcəkdir və həmçinin də özünü qiymətləndirmə vərəqindən də istifadə etmək olar. Bu bizim oldu 4 iş formatımız. Biz bu dərsdə 4 iş formasından sizə sual verilsə ki, hansından daha çox istifadə edirsiniz? Bəzi müəllimlər elə iş formaları deyərkən, ümumiyyətlə kurikulum deyərkən elə bilir ki, ancaq qrupla iş formasından istifadə etmiyorlar. Təbii ki, bu cür sual sizə verilsə ki, daha çox hansı iş formasından istifadə edirsiniz? Və bu suala cavab verməmiş onu deyim ki, siz bizim YouTube kanalımıza abunə olaraq, gündəlik olaraq paylaşılan dərs izahlarından, sınaq izahlarından xəbərdar ola bilərsiniz. Həmçinin bizim yeni açılmış tam sıfırdan kurikulum qrupumuza qoşulmaq üçün 050 837 0305 nömrəsinə yazaraq dərslərimiz haqqında geniş məlumat əldə edə bilərsiniz. Dərsdə hər kəsə fərdi yanaşırıq, hər kəsi tək-tək sual cavab edirik, sınaqlar işləyirik, situasiyalar təhlil edirik. Yəni, dərslərimiz yenilənmiş kurikulum qaydasına uyğun olaraq həyata keçirilir və yəni həftədə 2 dəfə normal sürətlə gedəcək sonuncu qrupumuzdur. İndi gəldik sualın izahına. Daha çox hansı iş formasından istifadə edirsiniz? Bu zaman deyirsiniz ki, mən təlim nəticəsinə uyğun olaraq, alt standarta uyğun olaraq hansı iş formasının həyata keçməsini tələb edirsə, o iş formasından istifadə edirəm. Çünki gördüyünüz bu 4 iş formasının müsbət və mənfi cəhətlərinin olmasına baxmayaraq, hər biri şagirdlərdə müəyyən bacarıqlar formalaşdırır. Misal üçün, cütlərlə iş, qruplarla iş forması şagirdlərdə əməkdaşlıq, ünsiyyət, birgə işləmə qabiliyyəti formalaşdırır. Mən ancaq fərdi iş formasından istifadə etsəm, axı bu uşaq sosiallaşmayacaq, bunda ünsiyyət yaranmayacaq, bu müzakirədə iştirak edə bilməyəcək. Ona görə də 4 iş forması, 4'ü də şagirddə müəyyən bacarıqlar formalaşdırır və biz də bu iş formalarının hər birindən istifadə etməliyik. Bugünkü dərs izahımız bu qədər müəllimlər. Sağ olun, hər birinizə xoş dinləmələr, hər birinizə zehin açıqlığı arzulayıram.